salam. Bu videomda sizə monitoring altının izahlarını təqdim edəcəyəm. Gəlin baxaq 51-ci sualdan. Burada deməli kəsr hesablamadır, amma dəyişənləri də var. Hasilində əmsal deyil. Əmsal əlbəttə ki, bu ədədlərdən çıxan cavablardır. Yenə də hesablayaq, görək nə verir. Mənfi 1,5-də 3-ü, mənfi 5-də 8 kimi yaza bilərik. 1,2-də 1 isə 2-də 3. Bu da mənfidir əlbəttə. İkisi də mənfi olur. Sonra mənfi m vurulsun n. Baxın mənfilərin sayına 3 ədəddir. Tək sayda olanda mənfi, cavabımız mənfi ədəd olacaq. Mənfini yazırıq, gözləyirik ixtisarlarımızı. 2 ilə 8 ixtisar gedir, 4 qalır. Bu olur mənfi 5 tam. 4'ü 3'e vuranda nə eləyəcək? 12. 12 və m'in də yanında yazılacaq. Və olacaq burada mənfi 5 tam. Və bu mənfi 5-də 12. 12'nin içində 5 neçə dəfədir? 2 dəfə. 2 tam 5'də 2. Neçə yazılacaq? Mn. Oldu mu uşaqlar? İndi biz tapmalıyıq ki, özdə mənfi. Mənfi unutduq yazmağı. Mənfi 2 tam. Bəli. 2 tam 5'də 2. O da hansı variantdır? A variantı. Davam edirik. 52'də nədir? Uyğunluğu müəyyən edin. Gəl bunların hər birini yazaq uşaqlar. Birincini vuraq açaq. Vurub açmağa ehtiyac yoxdur. Mötərizələr açılacaq. Çünki vurma yox idi. Mötərizələri açanda ikinci mötərizənin qarşısında mənfi olduğuna görə mötərizənin çi işarəsini dəyişəcək. 3'ün biri mənfidir, biri müsbət gedəcək. 6x-dan 2x olacaq 8x. Davam edirik. Əmsalı neçədir burada? 8'dir, eləmi? Əmsal 8. Əmsal da 8 D variantında verilib. İndi ikincini hesablayaq. 8x minus 9 minus 3x minus 9. Burada mötərizələr açılında 8x minus 9 çıxılsın 3x plus 9. Baxın 9'un biri mənfidir, biri müsbət 0'a gedir. 8x-dan 3x çıxanda 5x. Burada əmsal nə qədərdir? 5'ə bərabərdir. 2 də C variantıdır. 3'ü həll edək. 3'də 3'ü bu tərəfdən yazaq. Çünki orada görünmür. 16 üstə gəl 3x bir mötərizədə. Digərində isə 9x çıx 16. Eləmi? Bərabərdir. Mötərizələri açsaq 16 üstə gəl 3x üstə gəl 9x minus 16. 16'nın biri mənfidir, biri müsbət getdi. 3x-dan 3x-dan 9x eləyir 12x. Burada əmsal neçədir? 12. Əmsal 12-dirsə burada A variantıdır 3'də. Deməli 1D, 2C, 3A. A variantı. Davam edirik. Baxırıq 53'ə. 53'də x verilib, amma biz buradan əvvəlcə ifadəmizi sadələşdirməliyik. 2x minus 5 çıxılsın 7, 15 çıx 6x. Oldu mu uşaqlar? Bərabərdir. İndi ifadələri sadələşdirsək, burada olacaq 6x çıxılsın 15, çıxılsın 105, üstə gəl 42x. Bərabərdir. Deməli 6x-dan 42x-in cəmliyində 48x olur. Çıxırıq 120. 48'i vuracaq mənfi 12'yə. Çünki x-in yerində mənfi 12'dir. Çıxacaq 120. Bərabərdir. 48'i mənfi 12'yə. Deməli 48'i mənfi 12'yə vursaq uşaqlar. 48'i ona vuranda 480, 2'yə vuranda isə 96 bu formada yaza bilərik. 576 mənfidir. Onun da üzərinə 120 gələndə
Yəni ikisi də mənfi olduğuna görə toplayırıq. 6, 9, 696, mənfi 696. A variantı. Sonra davam edirik. 54-də nə deyir? ABC üçbucağının perimetri 116 santimetrdir. ABC üçbucağının perimetri 116 santimetrdir. ABC. AB və BC tərəflərinin uzunluqları nisbəti 3-ün 4-ə nisbətindədir. AC tərəfi isə BC tərəfindən 5 santimetr kiçikdir. Bunların cəmi bizə verib 116. Gəlin cəmləyək. 3x üstəgəl 4x üstəgəl 4x minus 5 AC tərəfidir. 4x minus 5 bərabərdir 112. 112 yox. 116. Davam edirik. Eləyir 11x bərabərdir 116 üstəgəl 5. 11x bərabərdir 121. X bərabərdir 121-i böləcəyik 11-ə. X da bərabərdir 11. Bizdən nə istəyir? Hər bir tərəfin uzunluğu. AB, biz x 11 almışıq. AB 3x ise 3 vurulsun 11 olacaq 33. 4 vurulsun 11 olacaq 44. Burada da 44'ten 5 çıxılıbsa 39. 33, 44, 39 A variantı. Yəqin ki, həlli aydın oldu. İndi isə davam edək. Baxaq. Deyir, bir şagirdin 3 imtahandan topladığı balların cəmi 141'dir. Bu şagird ilk imtahanda 3 dəfə imtahan verib. İlk imtahanda 11 bal toplayıb. Digər imtahanda isə 2 imtahanda bərabər bal toplamışdır. Buna görə sonuncu imtahanda neçə bal toplamışdır? Deməli 11'in üzərinə gəlmişik. X üstəgəl x bərabərdir 141. 2x'imiz bərabərdir 141'dən 11 çıxacağıq. 2x bərabərdir 130. Buradan da x nəyə bərabərdir? 132'yi 2'yə böləndə 65. Deməli hər biri qalan ikisi, ikinci və üçüncü 65 baldır. Sonuncu belə deyək, imtahan 65 bal toplayıb. Keçdik, davam edək. 56'da tənliyə baxın. Tənliyi tapmaq üçün gəlin bu ifadəni sadələşdirək. 83 üstəgəl x çıx 192 üstəgəl y bərabərdir. X üstəgəl y yan yana. 192'dən də 83 çıxanda 109. X üstəgəl y mənfi 73'dür. Çıxacaq 109'un. Daha doğrusu çıxmayacaq 109'u. Bir də baxaq. Yox, düzdür. Çıxırdıq. Düz yazmışıq. Səhv yoxdur. Mənfi 182 cavabda var. Sonra baxaq. Növbətiyə. Mötərizələrin açılması üsulundan istifadə edərək düzbucaqlının sahəsini tapın. S bərabərdir A vurulsun B'dir. Enimiz 6'dır, uzunluq 8 üstəgəl 3'dür. Yəni belə də yaza bilərik də. 8 üstəgəl 3. 6 vurulsun 11 bərabərdir 66. B variantı. Sonra 58'də deyir hasilini tapın. Yenə mənfi 2'ni 6'ya vuranda 12, üstünə 5 gələndə 17. Ədəd gətiririk yanına. Mənfi 3,1'i gətirəndə mənfi 3,3'ə 9 üzərinə 1 gələndə 10 və mənfi x vurulsun y. Bərabər 3 dənə mənfi olduğuna görə yenə cavabımız mənfi alınır və baxaq, ixtisarlarımız mümkündür.
6 ilə 10 arasında ola bilər. Burada 3, burada 5. Bu da olur 9-da 85. X, Y. 85-i 9-a böləndə mənfi 9,9-da 4. X, Y. B variantı. 58 də B idi. Davam edirik. Həll edin deyir. Həll edin. Gəlin x-ləri bir hesablayaq. 17 x. Ədədləri bir hesablayaq. Üstə gəl 34 bərabərdir 0. Tən x-lar bir tərəfə, yəni x bir tərəfə, ədəd bərabərliyin digər tərəfinə. Hər ikisindən mənfi işarəni atanda 34 x bərabərdir. 34-ü də 17-yə böləndə 2. İndi isə 60-a keçirik. 60-dan deməli 14-dən 28-ə baxın. Yəni 14-də 3x-dan 28-də 5x-a. Bunlar bir hesablanacaq. Yəni dəyişənləri eyni olduğuna görə işarəsi üzərində qarşısında işarəsilə bir yerdə dəyişirik yeri. Y-ları da bir yerdə keçiririk ən sona. Yan-yana yazırıq. Üstə gəl 1,24-də 11 y bərabərdir. Deməli 28-də 6x birinci tərəfdən çıxır. 28-də 5x ikinci tərəfdə. Sonra burada ortaq məxrəc eləyəndə 24-də ortaq məxrəc, 24-də 14, üstə gəl 1, 24-də 11. Bunların qarşısında bunlarda y var. Y. Bu da bərabərdir. Davam edirik. 28-də 6-dan 28-də 5 çıxanda 28-də 1 x. Və baxırıq. 24-də 14-dən yəni biri mənfi, biri müsbət olduğuna görə çıxmaq üçün bunu 24-də 35 y kimi yazırıq. Davam edirik. Bu da bərabərdir. Burada olacaq. Deməli, x-i hesablamışıq. 28-də 1 x-dır. Y-də 35-dən 14 çıxanda 24-də 11 y-dır. 11 yox, üzr istəyirəm. 21. Və bu 24-dən də 21 3-ə ixtisar gedir. Qalır 28-də 1 x. Üstə gəl. 3-ə ixtisar gedəndə 8-də 7 y. Hansı variant da burada? 60-da C variantı olacaq. Davam edək. Yəni pozum ekranım. Bir neçə saniyə gözləyin, zəhmət olmasa. İndi isə uşaqlar davam edirik. Deyir ki, tənasibindən məchul tapın. Tənasibin qaydası necə idi? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər idi. 2,1 vurulsun 3x bərabərdir. 2,1 vurulsun 6-da 3. Biz bərabərliyin o tərəf bu tərəfinə baxanda onsuz da 2,1-dən 6-da 3 ixtisar apara bilirik. Burada 3 qalır. X bərabərdir. 2,1 vurulsun 3 bölünsün 3. X-in yanında 3. Elə bu 3-lər də ixtisar gedir. Qalır 2,1. 2,1 də 0,5 kimi yaza bilərik. Davam edək həllimizə. Sonra ifadənin qiyməti nəyə bərabərdir? İfadənin qiymətini tapmaq üçün əvvəlcə bunu hesablayırıq. Mənfi 7,3, mənfi 4,2, 11,5 x-dır. Üstünə 5 gəlir. Bu da eləyir 10-da 115 mənfi vurulsun. Mənfi 23-də 1 üstə gəl 5. 23-dən 115 ixtisar gedir. 5
2'də 1'in üstünə 5 gəlirik. Yəni 5'in üstünə 0,5 gələndə 5,5. Davam edək. Burada nə deyir? 4x minus 3 9 olarsa 5x minus 18. Tamam. Buradan birinci tənliyi həll edək. 4x bərabərdir 9'dan 3'ün cəmi. 4x bərabərdir 12. X bərabərdir 12'ni 4'ə böləndə 3. Bu x'imizin qiyməti. İndi 5x minus a bərabərdir 18'də yerinə qoyaq. 5 vurulsun 3 çıxılsın a bərabərdir 18. A nəyə bərabərdir? 15 çıxılsın 18. A bərabərdir mənfi 3. A variantı. Sonra davam edirik. İfadələrdən hansı həmişə müsbətdir? Müsbətdir. Baxın, A müsbətdir. B mənfidir. C müsbətdir. Həmişə müsbətdir deyir. A müsbətdir, B mənfidir. Bir-birinə vuranda cavab mənfi alınır. Eləmi? Burada cavab mənfi alınır. B mənfidir, C müsbətdir. Bir-birinə vuranda mənfi alınır. A-ya heç baxmadıq. A-nın kvadratı mənfidir. B üstü 4 mənfi olur, müsbətdir. C-dən müsbətdir. Buradan da mənfi çıxır. Buradan da mənfi çıxır. 60. Burada mənfidir. Nə oldu? Burada doğru variant olmadı. Bir də baxaq. A-mız müsbətdir. B-miz mənfidir. C-miz müsbətdir. A kvadratının qarşısında mənfi olduğuna görə ifadəmiz mənfi olacaq. B mənfidir. Üstü 4 olduğuna görə müsbət olacaq. C də özü müsbətdir onsuz da. Bəli, burada mənfidir cavab. B də olduğu kimi, bu da belə. Yəqin ki, A variantında bu qarşıdakı mənfini yanlışlıqdan qoyublar. Ola bilər. Keçdik növbətiyə. Bərabərsizliyin tam həllərinin cəmini. Mənfi 6-dan böyük, 0-dan kiçik. Bura 5-dir. Cəmləmək elə onların, elə bir ki, cəmləyəndə uşaqlar. Mənfi 4'də bu mənfi və müsbət işarəyə görə mənfi çıxacaq. Ona görə elə bir dəfəlik mənfisi ilə yazıram. 3, minus 2, minus 1. Deməli, mənfi 9, mənfi 12 və mənfi 15. C variantı. Sonra 2 ədədin cəmi 100'dür. Birinci ədədin 8'də 3'ünü, birinci ədədin 8'də 3'ü ikincinin 25%'nə bərabərdir. Birincinin 8'də 3'ü yox, bunlar 2 dənə fərqli ədədlərdir. Birincinin birinci ədədin özü də 8'də 3, ikinci yox. Birinci ədədin 8'də 3'ü ikincinin 25%'nə, yəni %25'nə bərabərdir. O da 4'də 1 deməkdir. Eləmi? Deməli, bu ədədlərin cəmi 100'dür. Və şərt də qoyulub ki, 8'də 3 bərabərdir 4'də 1'i. 4'də 1'i 8'dən 2 yaza bilərik. 2 yaza bilərik də hər ikisini də 2'yə vurarıq. Nə oldu? 8'lər indi, qaldı, ixtisar getdi, qaldı 3x bərabərdir 2y. Buradan belə çıxır ki, x 2'yə bərabərdir. Y isə 2k'ya nisbət kimi götürəndə y isə 3k'ya. Gətirək bu cəmi 100 dediyinə görə bərabər eləyək. 2k üstə gəl 3k bərabərdir 100.
Buradan belə çıxır ki 5K bərabərdir 100. K nəyə bərabərdir? 100-ü 5-ə böləndə 20. Biri 20-dirsə, x-imiz o 2K olduğuna görə 2 vurulsun 20 40 olacaq. X-imiz 40 olacaq. Y-imiz 3K olduğuna görə 3 vurulsun 20 60 olacaq. 40 və 60. A variantı. Həlləri yəqin ki gördünüz. Ekran saxlayaraq baxın. Davam edək 67 ilə. Deyir 3 sinifdə 65 şagird var. 3-ündə 65 şagird var. Birinci sinifdə, ikinci sinifdən 3 nəfər çox, üçüncü sinifdən isə 2 nəfər az. Bunu necə yazacağıq? Gəlin tənliyimizi quraq. Hər sinifdə neçə şagird var? 3 dənə sinifdir uşaqlar. 3 dənə sinifdir. Necə qaytardı bayaq yazdığımızı? 3 dənə sinifdir və birinci sinifdə, ikincidə, yəni 3 nəfər çox. İkinci x-dırsa, birinci olur x üstə gəl 3. Üçüncü sinifdən isə 2 nəfər az. Deməli, üçüncü sinifdə də birinci sinifdən 2 nəfər çoxdur, tərsinə fikirləşəndə. Bura olur x üstə gəl 5. Bunların deyir 3-ün cəmi. Üçünün cəmi. Neçədir deyir? 65. Buradan olacaq 3x üstə gəl 8 bərabərdir 65. 3x bərabərdir 65 çıxılsın 8. 3x bərabərdir 57. X bərabərdir 19. Eləmi? 19 olduğuna görə burada 19 üstə gəl 3 bərabərdir 22. Burada elə 19-a bərabərdir. Burada da 19 üstə gəl 5 bərabərdir 24. 22, 19, 24. B variantı. Davam edəcəyik indi. İki kitaba 68'də deyir ki, kitaba 13,5 manat pul verdilər. Birinci kitabın qiyməti 35 faizini, birinci kitabın qiymətini 35 faiz, ikinci kitabın qiyməti 28 faizinə bərabər olduğunu bilərək %35 x deyir %28 y-a bərabərdir. Yazırıq bu formada. %28 y-a bərabər. Və görürük ki, yüzlər burada ixtisar gedir. 35x bərabərdir 28y. Bunlar da ixtisar gedir 7-yə. 5x bərabərdir 4y. Buradan belə çıxır ki, x-imiz 4k-dır. Y-imiz isə 5k. Və deyir, bunların cəmi 13,5-dir. 4k üstə gəl 5k bərabərdir 13,5. 9k bərabərdir 13,5. K nəyə bərabərdir? 13,5-i böləndə 1,5. Və bizdən nə istəyir? Hər kitabın qiymətini. Hər kitabın qiymətini dedikdə 4-ü vururuq 1,5-ə 6. 5-i vururuq 1,5-ə 7,5. 6 və 7,5. Cavab olacaq A variantı. Davam edirik. Sonra baxırıq 69-a. Görək 69-da nədir? 69-da bir su anbarının 4/1-i su ilə doludur. 4/1-i. Bir dənə su anbarıdır və bunun 4/1-i su, 4/1-i bir təxminən biraz aşağıdır. Burada su var 4/1-ində. Ambara 18 litr su tökülürsə, ambarın 5'də 2'si dolar. Burası isə 5'də 2'dir. Su ambarının tutumu neçə litrdir? Məsələn, şərtinə uyğun tənlik qurun.
Hə, uşaqlar. Burada deyir 4də 1-i qısın üstünə. Gəlin 4də 1-i qısı, yəni ümumi litr qısdı. 4də 1-i su ilə doluydu. 4də 1-i qısı. Üstünə 18 gəldi, deyil. 5də 2-si doldu. Bu x'in 5də 2-si dolub. A variantı. Sonra keçdik 70-ə. Dəyişənin deyir hansı qiymətində ifadəsi bu ifadə bu ifadəyə bərabər. Yəni 5x üstəgəl 11 bərabərdir 3x üstəgəl 21-ə. X'lar bir tərəfə keçib, ədədlər bir tərəfə keçəndə cavab neçə olacaq? 2x bərabərdir 10, x bərabərdir 5. Davam edirik. X'in 5 qiymətində B variantı 70-də. Sonra baxaq görək. Sonra nə deyir? 71-də az qaldı misalımız. Deyir bərabərçilə x'in ən böyük qiyməti. Yəni x'lar bir tərəfə və ədədlər də digər tərəfə keçilir. Və x kiçik olur 15-dən. Ən böyük qiyməti 15-dən kiçik, ən böyük qiymət 14-dür. Sonra 72-də tənlidir, həll edin. Vuraq açaq. 3'ü 2x minus 1'ə vuranda 6x minus 3 üstə çıxılsın 5x üstə gəl işarə dəyişir mötərizənin qarşısında mənfi var. 15 üstə gəl 18x çıxılsın 24 bərabərdir 26. İndi x'ları bir hesablayırıq. Ədədləri 1. X 19x. 24-dən 9 eləyir mənfi 9. 26 üstə gəl. Hə, mənfi 9 burada da mənfi 3. Üstə gəl 12. 19x bərabərdir 38. X da bərabərdir 2. Davam edirik. M deyir qiyməti də verilib uşaqlar. N'in qiyməti də verilib. İfadənin deyir qiymətini hesablayın. Gəlin M'ləri və N'ləri ifadəni sadələşdirək. 23 M çıxılsın 17 N çıxılsın 8-i 4-ə vuranda nə edir? 32 M çıxılsın 8-i 6-ya vuranda nə edir? 48 M bərabərdir. 23'dən 32 çıxanda eləyir mənfi 9 M. Bu da eləyir 65 N. Burada deyəsən böyük bir ədəd alınacaq. 9'u vuracağıq 66-ya. Çıxacağıq 65'i vuracağıq mənfi 195'ə. 9'u 66'ya vuranda. 9'u 60'a vuranda 450. 450. 9'u 6'ya vuranda 54. Bu eləyir 500. Bir dəqiqə baxaq. 54, 450 niyə? 540. 540. 960'a vuranda. Hə. Bu eləyir mənfi 594. 65'i də əslində vururuq 195'ə. Olur 12.675. 12.675'dən çıxsaq 594'ü bizə verəcək 12, bura yazıram cavabı. 12.081. Cavab yerinə qarşısına yazdım. 12.081. Yəqin ki aydın oldu. İndi isə davam edirik. 75 sonuncu. Fikrimdə deyir bir ədəd tutdum. Ədədi 4 dəfə artırıb. Tutduğu ədəd x-dır. 4 dəfə artırıb. Alınan hasildən 15 çıxıb. Alınan fərqi 4'ə vurub. Fikrimdə tutduğum ədədə alınır. Bu ədəd hansıdır? Yəni x alınır yenidən. Baxaq. İndi bunu tənlik kimi həll etsək. 15 bərabərdir x bölünsün 4.
Burada indi belə olacaq uşaqlar. Deməli, əslində vurub açada bilərik mötərizələri. 4x-i 4-ə vuranda 16x, 15-i 4-ə vuranda 60 bərabərdir x. X-lar bir tərəfə, ədəd də digər tərəfə, ədəd işarəsini dəyişəcək, müsbət olacaq. 15x bərabərdir 60. X buradan nəyə bərabərdir? 60 böl 15. X də bərabərdir 60-ı 15-ə böləndə 4. Cavab neçə olacaq? 4.